Salam, bugünkü mövzumuz uşaqlarda süd və daimi dişlərin kariyesi. Xəstəliklərin beynəlxalq təsnifatına görə kariyesin təsnifatı: dişlərin kariyesi, minanın kariyesi, dentinin kariyesi, sementin kariyesi, dayanmış kariyes, odontoklaziya, pulpanın açılmasına səbəb olan kariyes, digər mənşəli kariyes, mənşəyi məlum olmayan kariyes. Diş xəstəlikləri çox müxtəlifdir. Bu xəstəliklər zamanı dişin sərt toxumalarında qüsurlar əmələ gəlir. Bu baxımdan ən geniş yayılmış, istər böyüklərdə, istərsə də uşaqlarda rast gəlinən xəstəlik kariyes hesab olunur. Uşaqlarda kariyesin yayılması 80-90% təşkil edir. Bəzi müəlliflərin qənaətinə görə kariyesin yaranması 3 əsas faktorla şərtlənir və bu simvollar Case üçlüyü adlanır. Bu faktorlar aşağıdakılardır: mikroflora, karbohidratlar, mina rezistentliyin zəif olması. Sxemdə göstərilən bu 3 faktor kariyesin necə yaranmasını nümayiş edir. Elmi tədqiqatlarla müəyyən edilmişdir ki, əsas virulent kariesagen mikroorqanizmlər Streptococcus mutans və laktobasirlərdir. Məlumdur ki, yeni doğulmuş uşaqların ağız boşluğunda Streptococcus mutans olmur və süd dişləri çıxdıqdan sonra onlara rast gəlinir. Bu mikroorqanizmlərin mənbəyi uşağın anası hesab olunur. Kariesagen mikroorqanizmlər oral yolla anadan uşağa ötürülür. Belə uşaqlarda 3 yaşına qədər karies inkişaf edir. Kariesagen mikroorqanizmlər dişin üzərindəki ərkdə lokallaşır. Diş ərpinin 70%-ni mikroorqanizmlər təşkil edir. Onlardan 40%-i streptokoklardan ibarətdir. Ağız boşluğu gigiyenası qənaətbaş olmadıqda dişlərin üzərində ərp əmələ gəlir. Adi halda diş ərpinin pH-ı neytral 7,0 və ya zəif turş olur. Karbohidrat, tərkibli qidalar ağız boşluğuna daxil olanda ərpdəki mikroflora tərəfindən sürətlə parçalanır və bunun nəticəsində üzvü turşular əmələ gəlir. Turşuların bir hissəsi ağız suyuna qarışır, onun daha çox hissəsi diş ərpinin içərisində qalır. 30 dəqiqə ərzində ərpin pH-ı 5,8-dən 4,5-ə qədər azalır. Buna baxmayaraq bikarbonat bufer sistemi ərpdəki turşunu neytrallaşdırır. Təkrar karbohidrat qəbulu pH-ın yenidən aşağı düşməsinə səbəb olur. Böhran həddinə qədər pH-ın azalması minanın keçiriciliyini artırır. pH-ın uzun müddət bu səviyyədə qalması minanın səthində apatitlərin əriməsinə səbəb olur. Turşu minanın səth altı qatına nüfuz edir. Bu zaman minada cemərlaşma baş verir və ağ ləkə əmələ gəlir. Daha sonra yaranan üzvü turşular cemərlaşmanı artırır. Mina prizmaları arasındakı boşluqları mütəmadi genişlənməsi müşahidə edilir. Bunun nəticəsində mikroorqanizmlər və onların metabolizm məhsullarının minaya keçməsinə şərait yaranır. Minadakı diminallaşma prosesi yanlara və dərinə yayılır. Konus şəkili zədələnmə ocağı əmələ gəlir. Səthaltı qatda yaranan uzun müddətli cemərallaşma səthi qatına da həll olmasına səbəb olur. Beləliklə, minanın səthində qüsur yaranır, başlanğıc karies, səthi kariesə çevrilir. Nəzərə almaq lazımdır ki, kariesagen mikrofloranın təsiri nəticəsində yaranan karies müəyyən faktorların mövcudluğu şəraitində mümkündür. Kariesagen faktoru müxtəlif intensivliyə və xarakterə malik ola bilər. Bunların qarşılıqlı münasibəti patologiyanın yaranmasına gətirib çıxarır.
Karies rezistentlik aşağıdakı amillərlə təmin olunur. Mayaların və dişlərin inkişafının düzgün formalaşması, diş çıxdıqdan sonra minanın vaxtında və məhsuldar formada yetişməsi, məhsuldar diyeta. Bətn daxili inkişaf dövründə diş toxumalarının formalaşmasına təsir göstərən faktorlara xüsusi diqqət yetirmək lazımdır. Bunlar aşağıdakılardır. Hamilə qadının xroniki xəstəlikləri, anemiyalar, toksikozlar. Erkən yaşlarda uşağın keçirdiyi kəskin və xroniki xəstəliklər. Süd dişləri çıxdıqdan sonra belə uşaqlarda sistem hipoplaziyası aşkar oluna bilər. Bu cür dişlərin sağlamlığı kifayət qədər azalır, onlar tam minerallaşmır və rezistentliyi zəifləyir. Uşaqlarda karies 3 əsas göstərici ilə xarakterizə olunur: yayılması, intensivliyin artımı. Süd dişləri kariesinin kliniki xüsusiyyətləri. Süd dişlərində kariesin gedişi daimi dişlərə nisbətən daha sürətli olur. Minanın dağılması daha geniş səthi əhatə edir. Proses sürətlə mina dentin sərhədinədək yayılır. Dentin sürəkli dağılmağa məruz qalır. Bu proses aşağıda deyilənlərlə izah olunur. Süd dişlərdə mina daimi dişlərə nisbətən nazikdir. Minanın səthində çox saylı boşluqlar və mikroçatlar vardır. Dentində geniş, zəif minerallaşmış zonalar mövcuddur. İkincili dentinin yaranma prosesi zəifləyir. Kliniki baxış zamanı aşkar edilir. Dayaz və geniş girəcəkli karies boşluqları, yastı formalı, karies boşluqların kənarlarında mina kövrəkdir. Körpə yaşlı uşaqlarda kariesin kliniki xüsusiyyətləri. Bu dövrdə bəzi uşaqlarda butulka kariesinə rast gəlinir. Onun yaranması aşağıdakı faktorlarla əlaqədardır. Süni qida qəbul edən uşaqlar, qida butulkası ilə yatan uşaqlar. Bu elə dövrə təsadüf edir ki, həmin dövrdə uşaqları bərk qida ilə yemləməyə öyrətmək lazımdır. 1-3 yaşlı uşaqlarda karies aşağıdakı hallarda yaranır. Hipoplaziya kimi inkişaf qüsuru olan uşaqlar, həmin dişlərin tam minerallaşmaması, əvvəlcə kəsici dişlər, sonra molyallar və köpək dişlər zədələnir. Karies boşluqları əsasən kəsici dişlərin boyun nahiyəsində və kontakt səthlərində rast gəlinir. Habelə molyalların füsullarında proses tacın bütün səthinə yayılır. Beləliklə sirkulyar karies yaranır. 4 yaşından sonra kariesin inkişaf səbəbləri: pis çeynəmə vərdişləri olan uşaqlar, bərk qidadan imtina edən uşaqlar, ağız boşluğunun özünü təmizləmə prosesinin zəif olması, ağız boşluğu gigiyenasının qənaətbəxş olması. Bu uşaqlarda əksər hallarda molyallar zədələnir. Karies boşluqları aproksimal səthlərdə lokallaşır. Boşluqların kiçik girəcəkləri var. Karies boşluqlarının kənarında mina sallanır. Mina nazik və kövrək olur. Dentinin sıxlığı müxtəlif. Uşaq və yeniyetmələrin daimi dişlərində kariesin kliniki xüsusiyyətləri. Bu uşaqlarda ilkin olaraq aşağı çənədəki birinci molyarlar, daha sonra ikinci molyarlar zədələnir. Ardınca yuxarı çənədəki eyni adlı dişlər zədələnir. İkinci yerdə rast gəlmə tezliyinə görə yuxarı kəsici dişlər və premolyarlar dayanır. Nadir hallarda yuxarı köpək dişləri və aşağı premolyarlar zədələnir. Aşağı çənənin kəsici və köpək dişləri kariesə qarşı daha davamlıdır. Daimi dişlərdə köklərin formalaşma mərhələsində kariesin xüsusiyyətləri.
Karies prosesi çıxmış daimi dişlərdə zəif minerallaşma fonunda fissur və boyun ətrafı nahiyələrdə təsadüf edir. Bu zaman ümumi orqanizm səviyyəsində böyümə aktivliyi ilə əlaqədar olaraq hipokalsemiyaya aşkar edilir. Karies prosesin sürətli gedişi zamanı pigmentasiya əlamətləri müşahidə edilmir. Mina və dentin şəffaf, yumuşaq olur, ekskavatorla asanlıqla götürülür. Patoloji prosesi məhdudlaşdırmaq tendensiyası mümkün deyil. Minanın kariesi. İlkin karies və ya təbaşirə bənzər ləkə kariesin başlanğıc formasıdır. Bu mərhələdə sərt toxumaların zədələnməsi baş verir. Dentinin kariesi xəstəliyin ikinci mərhələsidir. Bu proses dişin strukturunun pozulması və qüsur əmələ gəlməsi ilə müşahidə olunur. Sementik kariesi. Bu, diş kökü sementinin zədələnməsi ilə xarakterizə olunur. Dayanmış karies, kariesin başlanğıc mərhələsinin stabil formasıdır. O, özünü möhkəm pigmentləşmiş ləkə formasında biruzə verir. Odontoklaziya, diş toxumalarının ağır formada zədələnməsidir. Proses minaya təsir edir, onun incələşdirir və nəticədə karies əmələ gəlir. Pulpanın açılmasına səbəb olan karies, bu halda dişin bütün toxumaları zədələnir, eyni zamanda dentində pulpanı ayıran çəpər, pulpa kamerası açılmış olur. Digər karies, xəstəliyin orta və ya dərin formasıdır, əvvəlcə müalicə olunmuş dişlərdə inkişaf edir. Dəqiqləşməmiş karies, vital dişlərdə deyil, depulpasiya edilmiş dişlərdə inkişaf edir. Adətən bu cür karies plombların təmas yerində yaranır. Uşaqlarda kariesin diaqnostika metodları. Əsas metodlar: sorğu, baxış, zondlama, perkusiya. Əlavə metodlar: vital boyanma, başlanğıc kariesi müəyyən etmək üçün aparılır. Bu məqsədlə diş hərfdən təmizlənir, qurudulur və dişin üzərinə 2% metilin abısı məhlulu 2-3 dəqiqə müddətinə çəkilir. Nəhayət, ağız suyu ilə yaxalanır. Karies olduqda demirallaşma sahələri göy rəngə boyanır. Karies markerlər. Bunların vasitəsilə Fuksin əsasında karies boşluqların sərhədləri təyin edilir. Markerlərin tətbiqi karies boşluğundan infeksiyalaşmış toxumaların çıxarılması zamanı daha rahat olur. Bu zaman sağlam toxumaların səviyyəsini nəzarətdə saxlamaq mümkün olur. İnfeksiyalaşmış toxumalar çəhrayı rəngdə boyanır, sağlam dentin isə boyanmır. Luminescensiya metodu. Demirallaşma ocaqların yayılma səviyyəsini müəyyən etmək üçün istifadə olunur. Metod fluorescent stomatoskopu vasitəsilə aparılır. Əvvəlcə dişin üzəri ərkdən təmizlənir. Qurğunun ucluğu tədqiq olunan sahəyə yönəldilir. İntakt mina göyümtül fon yaradır. Zədələnmə sahələri tündləşir. Karies ocaqlarının sərhədləri aydın görünür. Şualanma nəticəsində zədələnmiş sahələr vizual baxışda olduqdan nisbətən daha geniş görünür. Odontodiaqnostika. Məktəb yaşlı uşaqlarda pulpanın elektrohəssaslığını təyin etmək üçün istifadə edilir. İntakt dişlərin elektrohəssaslıq göstəriciləri. Kökləri formalaşmış dişlərdə 2-6 mikroamper, kökləri formalaşmamış dişlərdə 30-60 mikroamper, kökləri sorulmuş dişlərdə 60-100 mikroamper. Pulpanın elektrohəssaslıq göstəriciləri səthi və başlanğıc kariesdə dəyişmir, orta kariesdə 7 mikroamperə qədər, dərin kariesdə 10-12 mikroamper.
Rentgenoloji metod aşağıdakı hallarda tətbiq edilir. Diaqnostika təyin etmək həddən artıq çətin olduqda, boşluqlar aproksimal səthlərdə lokallaşdıqda, dişlər sıx yerləşdikdə. Şotland alimləri Caries Scan Pro adlı qurğu işləyib hazırlamışlar. Qurğunun başlığında işıq piramidası yerləşir. Onun hesabına dişin səthini, orada olan ən xırda və görünməyən zədələnmələri, patoloji prosesləri, görünən əlamətləri olmadan təyin etmək olur. Qurğunun diaqnostik dürüstlüyü 92,5%-ə bərabərdir. Kavo diaqnodent qurğusu. Lazer diodu dişin səthinə düşdükdə müəyyən dalğa uzunluqlu işıq impulsu yaradır. İntakt mina və patoloji dəyişikliyə uğramış toxumalar müxtəlif dalğaları əks etdirir. Əks olunmuş dalğalar aparatdakı müvafiq elektronika vasitəsilə analiz olunur. Generallaşma ocağı aşkar etdikdə işıq siqnalı yaranır və alınmış təsvir kompüterin ekranında görünür. Diferensial diaqnostika. Karies aktivlik dərəcəsi və zədələnmənin dərinliyinə görə diferensiyasiya olunur. Minanın kariesi qeyri-karies xəstəlikləri ilə, dentinin kariesi isə kariesin ağırlaşmaları ilə. Uşaqlarda aşkar olunan çox saylı demineralizasiya ocaqları, intensivlik indeksinin göstəricilərindən asılı olmayaraq, kariesin aktiv meyarı hesab olunur. Kariesin dərinliyə görə diaqnostikası vizual görüntü əsasında müəyyən edilir. Mina kariesinin qeyri-karies mənşəli zədələnmələrdən əsas fərqi vital boyanmaya əsasən aparılır. Kariesdə boyanma olur, hemoplaziya və fluorozda olmur. Anamnez zədələnmənin yaranma dövrünün müəyyən etməyə imkan verir. Hemoplaziya və fluoroz zamanı dişlər çıxdıqda mina dəyişmiş olur, karies isə dişlər çıxdıqdan sonra əmələ gəlir. Dərin karies kəskin və ağırlaşmış xroniki pulpitlə diferensiyasiya olunur. Pulpit zamanı tutma şəkilli, səbəbsiz və xüsusən gecə ağrılar baş verir. Bundan başqa xroniki fibroz pulpitlə də diferensiyasiya olunur. Fibroz pulpit bir çox hallarda qeyri-müəyyən simptomatika ilə keçir. Yumşalmış dentin kənar edildikdə karies boşluğunun diş boşluğu ilə əlaqəli olması, zondlama zamanı qan axma və ağrının olması aşkar edilir. Karies zamanı bunlara rast gəlinmir. Dentin kariesini kariesin ağırlaşmalarından fərqləndirmək lazımdır. Orta karies xroniki periodontitlə diferensiyasiya olunur. Xroniki periodontit zamanı kariesdən fərqli olaraq minanın parlaqlığı itir, dişin tacı tündləşir, diş ətində sianoz və apastozluq, eyni zamanda fistula yolu ola bilər. Karies boşluğunun zodlanması və preparasiyası ağrısız olur. Karies zamanı bunlar ağrı ilə müşayiət olunur. 3 yaşına qədər olan uşaqlarda kariesin kompleks müalicəsi, ağız boşluğu gigiyenasına riayət olunması, səmərəli qidalanma, endogen təsirli karies əleyhinə preparatların təyini fərdi və pediatrla məsləhətləşmədən sonra aparılır. Bu məqsədlə fluor, kalsium preparatlar təyin edilir. Yerli olaraq sərt toxumaların rezistentliyi artırmaq üçün kalsiqlükanat, kalsium hidroksiapatit və s. preparatlar istifadə edilir. Başlanğıc kariesin müalicəsi ikon infiltrasiya metodu ilə aparılır. Dişlərin plomblamasında mini-invaziv metod tətbiq edilir. Kalsikal preparatı kalsium və fosfor mübadiləsini nizamlayır. Orqanizmdəki kalsium və vitamin D3 çatmamazlığını bərpa edir. Kalsiumun
yaşdan mənimsənilməsini təmin edir, dişlərin minerallaşmasını gücləndirir, kalsium orqanizmdən xaric olmasının qarşısını alır, sirop şəklində buraxılır. 1 yaşa qədər çay qaşığının 1/4 hissəsini gündə bir dəfə, 1-5 yaş çay qaşığının 2/1 gündə 3 dəfə, 5-12 yaş 1 çay qaşığı gündə 3 dəfə. Kalsinova tərkibində kalsium, fosfor, C, B6, A, D3 vitaminləri vardır. D vitaminin kalsium və fosforun mənimsənilməsini təmin edir. Onların diş toxumalarına daxil olmasını kömək edir. Süd və süd məhsullarını məhdud formada qəbul edən uşaqlara məsləhət görülür. Təyinatı 3 yaşdan 1 tablet gündə 1 dəfə, 12 yaşdan sonra 1 tablet gündə 2 dəfə. Dişlərin plomblanması 1-3 yaş olan uşaqlarda. Reminerallaşdırıcı terapiya. Bu metodun mahiyyəti mineral maddələrin minanın deminerallaşmış sahələrinə yeridilməsindən ibarətdir. Hal-hazırda rem terapiya məqsədi ilə istifadə olunan preparatların gel şəklində tətbiqi məqsədə uyğun hesab edilir. Erkən yaşlı uşaqlarda dişlərin plomblanması. Müxtəlif manipulyasiyalara qarşı onların psixoemosional statusunda negativ dəyişikliklər yaranması səbəbindən böyük çətinlik törədir. Bəzi hallarda müdaxilədən əvvəl premedikasiya məqsədi ilə sedativ təsirli vasitələrdən istifadə olunur. Bu preparatlar stomatoloji manipulyasiyadan 20-30 dəqiqə əvvəl qəbul edilir. Bu zaman yüngül mini-invaziv metodların tətbiqi məsləhət görülür. Müasir dövrdə mini-invaziv metodlar içərisində aşağıdakılar daha geniş tətbiq olunur. Aykon vasitəsilə infiltrasiya metodu, atravatik restavrasion terapiya metodu, kimyəvi mexaniki plomblama metodu. Bu metodları bor maşının səsindən, inyeksiyadan qorxan, anestetika qarşı allergiyası olan, əqli cəhətdən geri qalan uşaqlarda tətbiq etmək lazımdır. Aykon vasitəsilə infiltrasiya metodu. Bu metod kariesin ilkin mərhələlərdə ləğv olunmasına imkan verir. Özəllikləri: preparasiya aparılmır, sağlam toxumalar yonulmur, bir mərhələdə aparılır. 3 yaşdan yuxarı uşaqlarda tətbiq olunur. Metod tətbiq olunarkən zədələnmiş mina sahələri 15% xlorid turşusu ilə götürülür və həmin sahələr sintetik qətran qarışığı ilə doldurulur. Atravatik restavrasia terapiya metodu karies boşluğundan infeksiyalaşmış toxumaları preparasiya aparmadan çıxarmaq, daha sonra karies əleyhinə təsir göstərən şüşə enamer sementi, kampamer kimi materialdan istifadə etməklə plomblanmadan ibarətdir. Məlumdur ki, şüşə enamer sementlər karies boşluğunda qaldıqda uzun müddət ərzində özlərindən flor ayırır. Plombun kip yapışmasını təmin edir, ikincilik kariesin yaranmasını qarşısını alır. Atravatik restavrasia terapiyanın metodikası: ekskavatorla nekrozlaşmış dentinin çıxarılması, karies boşluqların antiseptik işlənməsi, plomblama. Kimyəvi mexaniki metod: infeksiyalaşmış dentini effektiv sürətdə kənar etmək üçün karisol, karidex kimi kimyəvi maddələrdən istifadə edilir. Karisol geli tərkibi 3 amin turşusu və natrium hipokloriddən ibarətdir. Patoloji dəyişikliyə uğramış dentini parçalayır və həll edir. Sağlam toxumaları zədələmir, pulpaya negativ təsir göstərmir, uşağın rahatlığına səbəb olur. Karisolvun istifadə metodikası: çəhrayı rəngli bu gel karies boşluğuna qoyulur.
30 saniyədən sonra zədələnmiş dentin çıxarılır. Yumşalmış dentinin çıxarılması gelin rənginin şəffaf çəhrayı olmasına qədər təkrar olunur. Karies boşluğu su ilə yuyulur, qurudulur. Şüşə ilə sement və flor tərkibli plomblarla doldurulur. Karies boşluqları malyaların çeynəmə səthində olduqda fissurlar ciddi müayinə olunur. Pigmentləşmiş, dar və dərin fissurlar profilaktik olaraq genişləndirilir. Karies boşluğu preparasiya olunur və formalaşdırılır. Həm karies boşluğu, həm də fissurlar. Əgər fissurlar dərin deyilsə, onlar plomblanmış karies boşluqları ilə eyni vaxtda hermetikləşdirilir. 4 yaşdan sonra uşaqlarda kariesi müalicəsi, başlanğıc karies. Bu mərhələdə aparılır gigiyenik maarifləndirmə, səmərəli qidalanma, rem terapiya, fissurların hermetikləşdirilməsi. Dərin fluorlaşdırma metodu. Professor Knapfus rem terapiya üçün mina hermetizə edici likvid vasitəsilə bu metodun tətbiq olunmasını təklif etmişdir. Mina hermetizə edici likvid təsiri ilə minadakı boşluqlarda nanofluoridlər, kalsium, maqni, mis, fluoridlərin submikroskopik kristalları əmələ gəlir. Bu kristaldakı yüksək konsentrasiyalı fluor uzun müddət ərzində ayrılır və minanın reminerallaşmasını təmin edir. Mina hermetizə edici likvid 2 mayədən ibarətdir. Maye nömrə 1 mis silikat fluor, maye nömrə 2 kalsium hidroksid suspenziyası. Metodika. Dişin səthi nömrə 1 maye ilə işlənilir. 1 dəqiqədən sonra nömrə 2 maye ilə işlənilir. 1 dəqiqədən sonra ağız suyu ilə yaxalanır. 2-3 gündən sonra proses təkrar olunur. Növbəti müayinə 6 aydan sonra aparılır. Səthi karies zamanı gigiyenik maarifləndirmə, rem terapiya, karies boşluğunun formalaşdırması və plomblaması tətbiq edilir. Karies boşluqları çeynəmə səthində olduqda profilaktik plomblama metodu tətbiq edilir. Karies boşluğunun preparasiyası və formalaşdırılması, pigmentləşmiş dərin fissurlar olduqda mina səviyyəsində onlar genişləndirilir. Genişləndirilmiş fissurlardan pigmentləşmiş dentin çıxarılır. Fissurlar və karies boşluqları plomblanır. Fissurlar açıqdırsa, pigmentləşməyibsə, onlar hermetikləşdirilir. Orta kariesin yüngül formasında plomblama bir mərhələdə aparılır. Preparasiya və formalaşdırma, antiseptik işlənmə, plomblanma. Orta kariesin ağır formasında ilkin rem terapiyadan sonra plomblama 2 mərhələdə aparılır. Birinci mərhələ preparasiya, formalaşdırma, antiseptik işləmə, kalsium hidroksid tərkibli müalicəvi araqat və ya dentin hermetizə edici likvid qoyulması, müvəqqəti plomblama. İkinci mərhələ 7-10 gündən sonra şüşə ilə sement və ya kompomerlər plomblama aparılır. Dentin hermetikləşdirici likvid, mis, kalsium, fluor birləşmələrinin nazik qat əmələ gətirməsinə kömək edir. Bu qat baktericid təsir göstərir, dentin kanalcıqlarına daxil olur, ikincili dentinin yaranmasını stimullaşdırır, pulpa və dentini zərərli təsirlərdən qoruyur, ikincili kariesin yaranmasının qarşısını alır. Kökləri formalaşmış daimi dişlərdə, orta kariesin ağır formalarında daxirə salınan müalicə tətbiq olunur. Ehmalı preparasiya, antiseptik işləmə, kalsium tərkibli və ya dentin hermetikləşdirici likvid müalicəvi araqatın qoyulması,
bir yarım 2 ay müddətinə müvəqqəti plombanın qoyulması. Bu müddət ərzində toxumalar minerallaşır. Dam plomblama izoledici araqat qoyduqdan sonra həyata keçirilir. Dərin karies. Müvəqqəti və kökləri tam formalaşmamış daimi dişlərdə dərin karies diaqnostiki olunmur. Kökləri formalaşmış daimi dişlərdə dərin karies müalicəvi araqat qoyulmaqla plomblanır. Yüngül formada 1 mərhələdə, ağır formada 2 mərhələdə. Uşaqlarda kariesin müalicəsinin müasir texnologiyaları. Hava kinetik üsulu səthi karies zamanı istifadə olunur. Metodika. Karies boşluğuna təzyiq altında hava, su və abraziv toz qarışığı vurulur. Qarışıq patoloji dəyişikliyə uğramış toxumaları yuyub çıxarır, karies boşluğunu təmizləyir, boşluq plombla bərpa olunur. Lazer üsulu səthi və orta kariesdə istifadə olunur. Lazer şüaları ağrı törətmir, zədələnmiş və sağlam toxumalara seçici təsir göstərir, minada mikroçatlar törətmir. Lazer şüası karies boşluğuna yönəlir, zədələnmiş toxumaları sürətlə ayırır, sağlam toxumaya toxunmur, karies boşluğunu dezinfeksiya edir. Azon hava üsulu. Aparat Almanya istehsalıdır. O havanın oksigenini azona çevirir. Metod atravmatik və ağrısızdır. Karies boşluğundakı dişin səthində və diş əti kənarındakı bütün növ mikroorqanizmləri məhv edir. Metodika. Azon yumuşaq silikon kəsəcik vasitəsilə karies boşluğuna ötürülür. 20-40 saniyə ərzində infeksiyalaşmış toxumaya təsir göstərir. Bütün mikroorqanizmləri məhv edir və karies boşluğu dezinfeksiya olunur. Bəzi müəlliflərin qənaətinə görə steril karies boşluğunu plomblamamaq olar. Digər müəlliflər isə hesab edir ki, azonoterapiyanın karies boşluqlarının plomblanması ilə başa çatdırmaq lazımdır. Diqqətinizə görə təşəkkür edirəm.